30 mart 2025-ci ildir və həftənin bazar günü dəyərli izləyicilər, gözümüz aydın olsun. Bakıya bir erməni əsilli müğənni gəlir, bilet qiymətləri isə rekord həddədir. Yenə nə baş verir canım məmləkətimdə və nəyə görə bu məsələdə biz bu qədər, belə deyək də, unutqan millətik? Maraqlıdır ki, erməni əsilli müğənni Aleksey Çumakov aprelin 20-sində paytaxtda konsert verməyə hazırlaşır. Musavat.com bildirir ki, bilet qiymətləri sadə vətəndaşlar üçün əlçatmazdır. 49 manatdan başlayır, 599 manata qədər yüksəlir. Xatırladaq ki, Aleksey Çumakov 1981-ci ildə Özbəkistan Səmərqənd şəhərində doğulub, müsahibələrində dəfələrlə atasının Balqar, anasının isə Qarabağ ermənisi olduğunu bildirib. O hər zaman erməni kimliyini vurğulamaqdan çəkinmir, ermənilərin olmayan mədəniyyətini, olmayan mətbəxini təbliğ edir. Sosial media hesablarında və müsahibələrində isə erməni mətbəxindən, dediyimiz kimi, olmayan mədəniyyətindən danışan Çumakov son paylaşdığı videoda da ermənilərin kababı necə yeməsindən söz açır və erməni izləyicilər isə bizim yaraşıqlı erməni oğlan deyə ona şərh yazırlar videolarda. Bizimki sən deyirlər bir tərəfdən də, yəni ana tərəfi ermənidir, süd tərəfinə çəkib. Beləliklə Çumakov vaxtaşırı erməni mədəniyyətini ön plana çəkir, erməniləri və erməni irsini də təbliğ edir. İndi isə sual yaranır ki, erməni kimliyini açıq-aşkar vurğulayan bir müğənni Bakıda necə qarşılanacaq? Onu bura kim dəvət edib, kimin sevimlisidir, hansı bunun belə deyək də, auditoriyası var. Mənə sizin rəyləriniz maraqlıdır. Lütfən yazın. Erməni əsilli müğənninin belə bir ərəfədə Azərbaycana gəlməsi və daim erməni kimliyini vurğulayan, ana tərəfinə xüsusi meyli olan bir müğənninin gəlib Azərbaycanda 599 manatlıq biletlə konsert verməsinə sizin münasibətiniz necədir? Biz bu qədər unutqan millətikmi, dəyərli izləyicilər?